Salam hər kəsin. Sabah xeyir olsun, qəşəng olsun, gözəl olsun. Mən hələ yuxuluyam, amma dərslərim başlayacaq birazdan. Sizdən bir ricada bulunacağam, məni sevənlərdən. Dünən mənə bir video yolladılar. Mənim nənəmi bilirsiniz. Həyatını incə sənətə, vətənə həsr eləmiş, sənətə həsr eləmiş bir nənədir. Onun videosunu bir insan götürüb öz hesabında sırf takipçi toplasın deyə nənənin videosunu qoyub alta, nənənin oynadığı qızlarla rəqs videosunu qoyub, yazıb ki, talışların başı 12-dən sonra işləmir, başlığı altında. Güya tarixlə ilgili bilgi verib, bax, bilərəkdən eləyib. Bunu izləyən hamısı anlayar, bilərəkdən. Və mən ona rica və tələb etməmə rağmen yazdım dünən, kibar bir şəkildə belə silmənizi rica edirəm o videoyu. Eləmədi, məni də əngəllədi. TikTok hesabında paylaşıb, Instagramı varmı yoxmu bilmirəm. Bilirsiniz, belə o bir iş uzansın istəmirəm. Amma ona yazdım. Tələb və rica etməmə rağmen yenə deyirəm. Yorumlarda da yazmışdım. O şeyi, nədir o? Məni əngəlləyib. Mən görməyim videoyu. Mən də digərləri yenə başqa hesablarımdan baxdım. Gördüm ki, o videonu silməyib, silmiş gibi yapıb, amma silməyib. Elə bilir ki, üzr istəyirəm, biz çörəyimizi o qulağımızdan yeyirik də. Vəkilimizlə də danışdım, Allah razı olsun. Amma mən bu söhbəti çox uzatmaq istəmirəm. Sizdən ricam, o TikTok hesabında o hesaba girib, o videoyu spama salmaq. Sizdən belə bir şey istəməzdim, amma nənənin qəlbi çox qırılıb. Bu bildiyiniz böyük hörmətsizlikdir. Talışlara da hörmətsizlikdir. Azərbaycanın özünə hər azsaylı xalqlara hörmətsizlik. Və niyə nənənin videosunu götürüb paylaşırsan? O qədər şəkil var, video var. Məni sevənlərdən ricam, yazmama rağmen, rica etməmə rağmen, sırf izləmə gəlsin deyə bilirsiniz, nənəni hamınız tanıyırsınız. Mən bu söhbət uzansın çox istəmirəm, yəni məhkəmə. Çünki bilirsiniz ki, axıra qədər gedərəm. Bilmirəm, birsin əsəbləşmişəm də. Sizdən ricam o videoyu spama salmaq, əngəlləmək, şikayət etmək. Öpürəm, sizi sevirəm. Gününüz gözəl keçsin.